Mən bir qəbiləyə doğulmuşam. Bu qəbilədə bir ailədə göz açmışam. O ailə, qonşularım, biraz əhatəli böyüdəndə bir dövlət, bir xalq, bir millət, bir vətən anlayışı, bir ərazi məni əhatəliyib. Mən doğduğum ailədən başlayaraq bu ətraf dünya mənə bir çox şeylər öyrədib, həqiqətdən. Mənim 18 yaşım olanda mən artıq müstəqil vətəndaş oluram. 18 yaşıma qədər mən himayədə oluram. 18 yaşımda mənə pasport verirlər və mənim artıq səs vermə hüququm olur. Bu məni artıq bu dövlətin vətəndaş olaraq tanıma haqqıdır. Yəni mən artıq məni vətəndaş kimi tanıyır, müstəqil vətəndaş. Və mən ondan sonra öz yaşayacağım həyatı sorğulamalıyam. Bəli, çünki mən anamın həyatını yaşamıram. Nə də atam üçün yaşamıram. Nə də o mənim həyatım, nə də bacı, nə qardaş. Mən öz həyatımı yaşayıram. Bir dəfə yaşamaq şansım olan bu həyatı müstəqil bir vətəndaş olaraq, pasport almış bir vətəndaş olaraq sorğulamaq haqqım var. Bəli, mənim haqqımdır. Yaxşı, bu ətraf mənə nə öyrədir? Bu cəmiyyət, bu dövlət müəyyən qanunlar qoyur. Mənim yaşamağım üçün qanunlar var. Bu qanunlar mənim, belə deyim, insanlarla, bu cəmiyyətlə təmasımı nizamlayır. Mənim fərdi olaraq şəxsən gedib haradasa istəsəm dəniz qırağında qışqırıb əxlaqsız söz danışmaq haqqım var. Çünki mənə heç kim eşitmir. Mən qadağalar qoymur. Amma ictimai yerdə olmaz, çünki onu başqaları eşidəcək. Mən bir başlayıram bu qanunları incələməyə. Və baxıram ki, bu incələdiyim bu qanunlar tək mənə şamil olunmur. Burada bu qanunlara mən hörmət eləməliyəm və qorxmalıyam. Niyə qorxmalıyam? Çünki mənim pozacağım bir qayda, bir qanun tək mənə yox, başqasına da ziyan vuracaq. Amma Allahla mənim münasibətimdə, dini məsələdə mən belə deyək də içimdən günah eləyirəm, orada cavabını verəcəm.